Deməli, belə bir limit sualı verib. 3m çıxılsın n ifadəsinin qiymətini istəyir bizdən. Deyir ki, limit x yaxınlaşarkən sonsuzluğa. Gəlin yazaq. Limit x yaxınlaşarkən sonsuzluğa. Gəlin sürət və məxrəci x kvadratına bölək. M çıxılsın 4 x kvadratı bölünsün x-in kvadratı. Çıxaq 5 bölünsün x-in kvadratı və bölək. Məxrəcdə nə olacaq? Məxrəcdə olacaq n-x-in kvadratı bölünsün x-in kvadratı. Çıxılsın 7x bölünsün x-in kvadratı. Çıxaq 3 bölünsün x-in kvadratı. Deyir, bu nəyə bərabərdir? Bu bərabərdir 3-də 1-ə. İndi burada davam eləyək. Burada x kvadratları gedir. Burada x kvadratları gedir. Bu x-in biri ilə bu x gedir. Nə qalır? Qalır limit x yaxınlaşarkən sonsuzluğa. M çıxılsın 4. Çıxaq 5 bölünsün x-in kvadratı və bölək. N çıxılsın 7 bölünsün x. Çıxaq 3 bölünsün x-in kvadratı. Bu nəyə bərabərdir? Bu bərabərdir 3-də 1-ə. 3-də 1-ə. Bax bu şəkildə. İndi burada sonsuzluğa yaxınlaşarkən x belə bir xassə var ki, limit x yaxınlaşarkən sonsuzluğa a həqiqətədir bölünsün x. Bunun cavabı nədir? Bunun cavabı 0-dır. Burada əlbəttə ki, a daxildir nəyə? A daxildir r-ə. Bunun cavabı 0-dır. İndi burada da sonsuzluğun kvadratı olduğu halda da cavab olacaq 0. 7 böl sonsuzluq eləyəcək 0. 3 böl sonsuzun kvadratı eləyəcək 0. Nə qalacaq? Qalacaq m çıxılsın 4 bölək n bərabərdir 3-də 1. Bərabərdir 3-də 1. Belə. İndi burada tənasübə girsəm 3m çıxılsın 12 bərabər olur n-ə. 3m çıxılsın n-dəki bərabər olur 12. Bizdən də elə 3m çıx n ifadəsinin qiymətini istəyirdi. Cavab olur 12, yəni y bəndi. Belə.